Bu gün dostlar Özbəkistanda təhsil aldığım universitetin yataqxanasında pulsuz aş paylayırlar. Biz burada 3 ayda qalırıq və hər ay bir dəfə pulsuz aş paylayırlar və biz indi aşın necə hazırlandığını video çəkəcəm. Məli dostlar, hal-hazırda Özbək aşını pişirirlər burada. Video çəkdiyinin üzrünü desəm aşı oxşamırdı. Amma mənə dedilər ki, o Özbək aşıdır. Biraz fərqli olur dostlar. Ümid edirəm dadlı olar. Dostlar, hal-hazırda hər kəs yığışıb, açsın, yəni sıra var gördüyünüz kimi. Və mən keçən dəfə ağılsızlıq eləmişdim, bir qazan yatırmışdım. Yəni o qazanın yarısı qaldı, heyf oldu. Mən bu səfər balaca bir qab yatırmışam, qırmızı qab dostum üçündür. Burada da Azərbaycan dostlarım var dostlar. Orada bir dənə Fuad var, yəni üçümüz yıxarımıza qalan, hamısı Özbəkdir. Dostlarım, məşhur Özbək aşı axır ki hazır oldu və yanında salat verdilər. Burada biraz verdilər. Düzünü desəm, ilk yediğim aşı değildi bu. Özbəkistana gəlib də yəni, aşı yemək biraz ayıp olar Özbək aşı. Yəni buna puan versəm 10 üzərindən 7 verərəm. O 3 puan nədən kəsirəm desəz əgər biraz çox yağlı dostlar. Yəni qalan olaraq, dad olaraq yəni mənim üçüncə yəni dadlı bir Özbək aşı idi.